Salam dostlar, söz analizi rubrikamız davam edir. Nobelli yazıcı Orxan Pamuk'un bir fikri var. Deyir ki, əgər Osmanlı İmperiyasında portret çəkmək qadağan olunmasaydı, biz indi başqa bir Türkiyədə yaşamış olardıq. Yəni miniatürlərə icazə var idi, ancaq insan portretini çəkməyə icazə yox idi. Bunun kökü hardan gəlir? Bu İslamın bütpərəstliyi ilə müharibəsindən, mübarizəsindən gəlir. İnsan təsvirləri qadağan olunub, yəni bütpərəstliyi ilə mübarizə kontekstində. Və bu zaman-zaman ədəbiyyata və sənətə də öz təsirini göstərib. Eyni zamanda İslam şərqində kinonun, teatrın çox az inkişaf eləməsinin səbəblərindən biri də budur. Və klassik ədəbiyyata da bunun öz təsiri var. Yəni irfanda da görüntü həmişə bir balaca şeytani sayılıb. Hətta mən deyərdim ki, müasir dövrümüzə də bu inancın, bu qənaətin bir təsiri var. Məsələn, radiodan biz məlumatları daha yaxşı eşidirik, ona daha çox vaqif oluruq, nəinki televizordan olanda. Görüntü sanki diqqəti bir balaca yayındırır, ancaq yalnız eşidəndə o sənə daha çox sirayət edir. Bunun kökü də onunla bağlıdır ki, yəni Peyğəmbərlər Tanrını dinlədilər. Eşitmək sözündə iki dənə məna var. Yəni bir var fiziki olaraq eşitmək, qulağın səs dalğasını qəbul eləmə prosesi. Bir də əməl eləmək, yəni eşitdiyinə əməl eləmək. Deyir, filan kəs məni eşitmir, yəni dediyim sözə qulaq asmır. Yəni Tanrını eşitmək hər iki mənadadır. Yəni Peyğəmbərlər Tanrını eşitdi, həm də onların dediyi sözə qulaq asdı. Bu mənada görüntüyə qarşı yəni bir antipatiya var İslamda və irfan kontekstində. Məsələn, Füzuli təsadüfi demir ki, əgər su damənin tutdum, rəvan döndərdi üz məndən və əgər güzgüdən umdum, sidq əks müdda gördüm. Güzgü kimi hər şeyi əks eləyən, olduğu kimi əks eləyən bir komponent belə sağı sol göstərməklə mənə əks müdda verdi. Yəni, görməklə həqiqətə gedib çatmaq qeyri-mümkündür. Çünki insanın görməyinin və qavramağının müəyyən bir hüdudu var. Bizim müasirimiz Vaqif Cəbrayılzadə də, indi Vaqif Bayatlı o dər kimi tanıyırıq. Qədir Rüstəmova yazdığı şeirdə bu məsələdən çox maraqlı bəhs edir. Deyir, düş televizordan, Qədir Rüstəmov. Qərib səs gözəldir, qeybdən gələndə. Doğrudan da belədir, yəni səs görüntüsüz gələndə insanı daha çox təsir edir. Nəinki ekranda görəsən ki, bu adam, oxuyan bu adamdır, əlində qaval, ifaçılıqla məşğuldur. Bu məsələyə Aşıq Ələsgərin münasibəti də çox maraqlıdır. Məşhur şeirində deyir ki, məşhur şeirin son bəndlərində haqqla haqqı axtaran hakim tapar qulaqla göz arasında. Yəni bu həm də deməli qulaqla göz arasında həqiqət